Mən eşitmişəm ki, müəyyən bir ölkələrdə, qonşu şimal ölkələrində, Avropa ölkələrində müəyyən tele layihələr var. Bax, sizin elə bir ideya verirəm sizin bir layihənizə. Müəyyən istənilən yerli istehsalçıları götürün, hansısa bir dənə bir laboratoriya verin, qoy yoxlasınlar və onları nömrələyin. 1, 2, 3, 4. Eyni deyək ki, məhsulu. Deyək ki, kənd təsərrüfatı məhsulları, süd məhsulları, bostan məhsulları, nə olur olsun. Düzdürmü? 1, 2, 3 nömrəliyin, laboratoriya verin nümunələrini, onlardan da cavabını gələndən sonra onu belə deyək ki də müstəqil jurnalist tədqiqatı aparın. Onda siz mənə verdiyiniz o sualın elmi əsası olacaq. Heç olmasa jurnalist əsası olacaq. Heç olmasa laboratoriya əsası olacaqdır. Bugün mənim fikrim ondan ibarətdir ki, yerli bazarda həm keyfiyyətli, həm keyfiyyətsiz məhsullar var. Amma onları necə ayırd eləmək, o biraz çətin məsələdir. Əlbəttə, biz nəyisə sınayıb, özümüz nəyisə bəyəniriksə və bəyəndiyimizi başqalarına tövsiyə eləyiriksə, o şirkət də inkişaf eləyir və ona görə də bu ortada qalır. Amma reklam olunan şirkət işte hər yaxşı reklam olunan şirkət deyil. Mən indi adlarını bilmirəm, açıq ki, mən yerli məhsullardan çalışıram, nəyisə istifadə eləməyim. Aldığım məhsullar da yerli məhsullar mənim üçün bu reklamdırsa, reklam eləyim. Kəndçilərdən alın, zəhmətkeşlərdən birbaşa bostandan alın. Öz torpaq yanı sahəsində, öz ev yanı sahəsində yetişdirən o kəndçi insanlardan, yaşlı insanlardan alın. Mənim reklamım budur. Mən marka reklam eləmirəm, mən sağlam həyat tərzini reklam elətdirirəm, əgər buna reklam demək olarsa. Mən bunu təqdir edirəm. Düzgün qidalanın, təbii məhsullardan istifadə edin. Hər hansı bir pestisitlərdən istifadə olunmayan, hər hansı bir satış üçün çıxarılmayan, hansı bir görüntü üçün çıxarılmayan məhsullardan istifadə etməyiniz daha uyğundur.